İyulun 18-də olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civestunun, nisbi rütubət gecə 70-75%, gündüz 50-60% təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərində duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27 dərəcə, gündüz 33-38 dərəcə isti. Dağlarda gecə 14-18 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.